Hər vaxt dediniz başda. Başda. Buyurun. Nə olubdu sizə? Məndə tromboz olub. Tromb olubdu. Bağırsaq trombozu olub. Bağırsaq trombozu. Nə vaxt oldu? 3 il bundan öncə hamiləlik zamanı. Hamiləlik zamanı oldu. 8 aylıq hamiləlik, 31 həftəlik hamiləlikdə süni doğuş oldu. Uşağı götürdülər. Bağırsaq trombozu mənə gəldi. Hamiləlikdə tromboz olar. Bağırsaqda olar. Ayaqlarda olar, hər yerdə olar. İndi bu sən dərman nə mənə atsan? Kardiomagnit atıram 75. Aspirin atmadı. Aspirin attım. Mədəndə narahat. Mədəndə narahatlıq oldu, dəyişdim. İndi oruçluqdur. Oruç tutmusan? 2 gün tutmuşam. 2 gün tutdun. Bilirsən oruç, bu adamda ki tromboz oruç tutanda baş ağrıları oldu məndə çox. Tutmadı. Yaxşı oldu ki tutmadı. Çünki tromb olan qadın, tromb olan adam gərək oruç tutmuyor. Oruç zamanında tromb çoxalar. Bir də tromb, dava yeyə gənə tromb olar. Yəni dərman ata tromb olar. O adamın ki bir zaman trombu varmış gərək oruç tutmuyor. Yaxşı ki öyrəndim sizdən. Çox sağ olun doktor. Təşəkkür.